Fevral. Sübhə yaxın onlar Naxçıvanlı qəsəbəsinin yaxınlığındakı açıqlığa çatdılar. O gecənin cəhənnəmində 613 nəfər kişilər, qadınlar və uşaqlar həlak oldu. 25 uşaq isə hər iki valideynini itirərək yetim qaldı. Bir çoxları əsir götürüldü. Mən böyüyəndə bu uşaqların qisasını alacağım. Oğlu vətənə xidmətə yola salanda da, hərbi xidmətdən qaydanda da qohum-əqrəba qapıya toplaşır. Bu dəfə də qohum-əqrəba Ağa Kərim kişinin həyətinə yığışmışdı. Çünki oğlu Mübariz əskərlikdən qayıtmışdı. Şükür sənə, ay Allah. Sağ-salamat gəldi oğlum. Allah heç kimi balasıyla sınamasın. Allah bütün əskərləri sağ-salamat evinə çatdırsın. Necəsən igid? Səndən fəxr edirəm, oğul. Bizim torpaqlarımız hələ də düşmən tapdaq altındadır, ata. Amma mən hələ də sağam və yanındayam. Oğul, vətən üçün ölmək yox, öldürmək sənin amalın olmalıdır. Əlbəttə ki, sənin kimi yiğitlər bu vətənə sağ-salamat lazımdır. Mübariz məhəllələrində fikirli-fikirli gəzəndə, birdən yolda gözü yaşlı bir qadınla rastlaşdı. Ana, niyə ağlayırsınız? Heç bala, səni oğluma bənzətdim. Oğlunuza nəsə olub? Qarabağda şəhid oldu. Heç bundan da böyük xoşbəxtlik ola bilər. Bəs başqa kimsəniz yoxdur? Allah ermənilərin tifaqını dağıtsın. 2 oğlum şəhid oldu. Nəvələrimsə dağda daşda itkin düşdü. Ana, mən də sizin oğlunuz. Allah səni qorusun bala. Canınızı sıxmayın, ana. Biz qisasımızı alacağıq. İnşallah bala. Niyə keyfin yoxdur oğlum? Fikirlisən? Ana, qərar verdim. Gizir kimi hərbi xidmətə qayıdıram. Sən borcunu vermisən. Getməsən olmaz? Yox, ana. Borcumu şəhid olanda verəcəm. Allah eləməsin. Belə demə. Aslanım mənim. Hərbiçi olmaq qərarına sayğı duyuram. Amma birdən-birə belə qərara gəlməyin məni narahat elədi. Ata, doğma torpaqlarımız işğal altında olduqca hər gün özümü təhqir olunmuş hiss eləyirəm. Hələ şəhid anası, oğlu, arvadı görəndə ürəyim dözmür. Sən necə istəyirsən, elə olsun. Bu vətənə sizlər sahib çıxmalısınız. Vətən mənə oğul desə nə dərdim? Mamur olub qayasında bitərdim. Özünü qoru oğlum. Məni nigaran qoyma. İnşallah qərarından peşman olmayacaqsan. Sənə güvənirəm. Məndən nigaran qalma, ana. Allaha əmanət olun, ata. Başınızı hər zaman uca tutun. Hər gün müharibənin xəyalını qurmaqdansa, onu yaşamaq daha gözəl olacaq, ata. Nəhayət yenə bir yerdəyik.
Qələbə gec-tez bizim olacaq. Biz öz haqqımız uğrunda savaşırıq. Posta atışma var. Yaralı asker getiriblər. Deməli ermənilər döyüş istəyir. Ay seni. Yarası dərin deyil. Kömək eləyin, əməliyyat otağına aparaq. Möhkəm ol dostum. Bu qan yerdə qalmaz qardaş. Vaxtı çatdı. Mən sizə Türkün gücünü göstərərəm, dığalar. Gözləyin. Başınıza elə bir oyun açım ki, bundan sonra bir əsir belə yadınızdan çıxmasın. Canım atam və anam, məndən sarı darıxmayın. İnşallah cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua eləyin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allah'ım, məni utandırma. Türkü kimi kol dalında gizləniblər. İndi siz çaqqallara qurt yurdunda oynatmağı göstərirəm. Deməli sağ cinahda 2 nəfər keşik çəkir. Tank mərkəzi qoruyur. Sol cinahda 3 piyada və döyüş maşını var. Gəlirəm canınızı almağa. Əcəlin çatıb alçaq. Gücünüz elə uşağa qadına çatır. Bu da Xocalda öldürdüyünüz günahsız uşaqlara görə. Çarpayının altındasan. Çıx görüm. Yalvarırım. Məni öldürmə. Birazdan bizimkiler bura gələcəklər. Məni öldürmə, yaxşı? Sənə qaçmaq üçün yol göstərərəm. Cəhənnəm ol gözümün qabağından. Gəlin, elə bu qədər idiniz. Başınıza elə bir oyun gətirəcəm ki, səsi rəvana qədər gedib çıxacaq. Bu günü heç vaxt unutmayacaqsınız. Qorxaqlar, bir əskərin üstünə tankla gəlirsiniz. Mənə deyirdin, cəhənnəm ol. Sən öldürməliydim. Erməni xislətindir. Sənə mərhəmət elədim, alçaq. Mühasirəyə alın. Əlavə qüvvə çağırın. Səfərbərlik elan eləyin. Deyin ki, Azərbaycan ordusu hücuma keçib.
qisasını aldım vətən. Yanınıza gəlirəm bacılarım, qardaşlarım. Düşdün əlimizə. Başqa kimsə var idi? O tək idi. Ancaq bir nəfər idi. Hə, Bir türk bu qədər əskəri öldürüb. hə, o tək idi. Ətrafı yaxşı-yaxşı axtarın. O tək olmamalıdır. Bu bir adamın işi değil. Mübarizin hücumu və qəhrəmanlığı tez bir zamanda bütün Ermənistan ayağa qaldırdı. Bu heç yaxşı olmadı. Biz hamımız təhlükə altındayıq. Dünya mübarizin qəhrəmanlığını Ermənistan üçün yeni təhlükənin başlanması hesab eləyir. Ruhun şad olsun əskər. Qəhrəmanlar heç vaxt ölmür. Allah sənə rəhmət eləsin. Mekanları cennet olsun. Azərbaycan Respublikasının milli qəhrəmanı Mübariz İbrahimov döyüşə getməmişdən öncə valideynlərinə son məktub yazmışdı. Həmin məktubu sizin üçün oxuyuram. Canım atam və anam, məndən sarı darıxmayın. İnşallah cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua eləyin. Vətənin dar günündə artıq ürəyim dözmür. Sizin kimi igidlərimiz. Bana gedərdik. Qarabağ Azərbaycanındır. Qarabağ Azərbaycan qəlbimizdə yaşayacaq. Mübariz hər zaman qəlbimizdə yaşayacaq. Sənin üçün çox darıxacağam. O daim bizlə. Mənim qəhrəman oğlum. Mübariz daim bizlə. Dediyini elədin. Ölkən səndən qürur duyur, mübarizim. Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə Gizir Mübariz Ağakərimoğlu İbrahimova Azərbaycanın milli qəhrəmanı adı verilsin. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev. Mən də böyüyəndə Mübariz İbrahimov kimi olacağım. Hara gedirsiniz oğlum? Döyüşe! Nə döyüşdü belə? Düşmenlerle dövüşe! Bu hardan çıxdı? Ana, biz de mübariz kimi kahraman olacağız. Ay maşallah, qəhrəman balalarım. Amin Ali! Sol tarafa, sol tarafa! Galebe bizimdir! Ruhumuza sahib çıxdıqca biz böyük olacağıq. Bu vətən sizlərə əmanətdir.